Ərdəbil Azad İqtisadi Bölgəsinin Biləsuvar gömrüyü avtomobillərin rəsmiləşdirilməsi üçün icazəli gömrük məntəqələrindən biri kimi təsdiq edilib. Bu barədə İran hökuməti yeni qərar qəbul edib. Qərara əsasən İran və Azərbaycan sərhəddindən avtomobil idxalı üçün yeni marşrut aktivləşdirilib. Bu addım avtomobil idxalına qoyulan şərti məhdudiyyətlərin yumşaldılmasından və xarici avtomobillərə artan tələbatdan sonra atılıb. İran rəsmiləri bildirirlər ki, məqsəd idxal prosesini sürətləndirmək, gömrük məntəqələrində yükü azaltmaq, nəqliyyat və anbar xərclərini aşağı salmaqda. Yeni marşrutun açılması ilə avtomobillərin gömrükdən buraxılış sürətinin artacağı, anbar imkanlarının daha effektiv istifadə olunacağı və bəzi əməliyyat xərclərinin azalacağı gözlənilir. Biləsuvar gömrüyü Qafqaz ticarət marşrutlarına və Azərbaycanla sərhədə yaxınlıqla səbəbilə İranın şimal-qərb ticarətində strateji əhəmiyyət daşıyır.